yoga eləmək mənim üçün həyat fəlsəfəsi falan deyil. Hələ o level'a gəlib çatmamışam. Amma çünki 40 günlükləri başladım, eləyə bilmirdim. Nəm ateş qrupu, su qruplarına başladım, eləyə bilmirdim. Yarımçıq qoyurdum hər dəfəsində. Sonunda keçən il, yəni 2020, dipdiri bir il olmasa da, bir ilə yaxın mən dayanmadan hər gün yoga elədim. Və mənim həqiqətən bədənimin esnəməyini çox böyük yerlərə, yəni nə deyirlər, plastikliyin, yox, elastikliyini artmağında çox gözəl kömək edir. Mən yenidən yogaya başlayıram. Başlamışam daha doğrusu, mən 3-cü səviyyəyə gəlib çıxmışam yeni başlayanlar üçün. Və biz baxırıq videolarda çox mükəmməl eləyirlər. Adam öz-özündən şübhə duyur ki, ayda nə qədər qəşəng eləyir, nə qədər gözəl eləyir, mən də belə eləyə bilərəmmi sizdən çox. Orada bir şeylərə gəlib çıxırsan. Mən onun kimi eləyə bilməyəcəm kafasına gəlib çıxırsan. Bunu aradan qaldırmaq üçün mən də bədənim esnek deyil. Hələ mükəmməl səviyyədə o istədiyim baş üstə dayanmaq, spaqat açmaq səviyyəsinə gəlib çatmamışam. Amma həqiqətən çox istəyirəm ki, gəlim o səviyyəyə çatım. Ancaq ki, onu bərabər yaratmağı düşünürəm bu kanal vasitəsilə, bu vasitəsilə. Ümid edirəm ki, mən sizə, siz də mənə böyük dəstək olacaqsınız.